Hər vaxtınız xeyir olsun, efirdə peşəkar mübahisədir. Bu dəfə dünyada ən çox müzakirə edilən Rusiya-Ukrayna müharibəsi və regionumuzun gündəmi Azərbaycan-Ermənistan münasibətləri barədə daha çox danışacağıq. Çünki danışmalı və ekspertlərdən rəy almalı kifayət qədər mövzu var. Məsələn, İsrailin baş naziri Netanyahunun Azərbaycana səfərinin təxirə salınması çox geniş və bir xeyli suallar yaradır. Çalışacağıq ki, buna da aydınlıq gətirək. O ki, qaldı qonaqlarımıza. Qonaqlarımız siyasi şərhçi Elşən Mustafayev. Xoş gəlmişsiniz, salamlayıram sizi. Eyni zamanda Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır. Fəzail bəy, sizi də salamlayıram. Elşən bəy, sizinlə başlayaq söhbətə. Elə sonuncu dediyim ifadə hansı ki, İsrailin baş nazirinin Azərbaycana səfəri gözlənilirdi. Hətta deyilənlərə görə 4-5 günlük bir səfər gündəmi də var idi, gündəliyi də var idi. Amma bütün bunlar deyəsən pozuldu. Səbəblər Suriyada baş verən hadisələr və səfərlərin sıxlığı göstərilir. Amma pərdə arxası başqa bir neçə detal ola bilərmi? Təxminləriniz nədir? Təbii ki, pərdə arxası detal olmasa, yəni bu görünən səbəblər Netanyahunun bura səfərinin təxirə salınmasına vasitə ola bilməzdi. Olmasın 5 gün, 2 gün də olsa gələrdi. Necə ki, Amerikaya 2 günlük səfərə gedib istədiyi məsələləri müzakirə edə bilmişdi. Bu 2 günlük də bura gələ bilərdi. Görünür ki, bizim bilmədiyimiz, amma İsrail üçün xüsusi əhəmiyyət kəsb edən səbəblər olmuşdu. Biz ehtimal edə bilərik nə səbəblər. Yəni, rəsmi, düz deyirsin, rəsmi açıqlama tamam başqa istiqamətdə idi. Yəni, yaxın şərq regionunda proseslərin gərginləşməsi falan. Zaten orada həmişə proseslər gərgin olub. Onun gərgin olmayan vaxtını biz görməmişik, o ki, qalsın indiki vaxtlarda. Burada bir çox məsələlər ola bilər. Baxmayaraq ki, Azərbaycan maksimal şəkildə dəvət olunan tərəfin təhlükəsizliyini təmin eləməyə təbii ki, borçludur və də onu eləyəcəkdir. Amma görünür, məsələ kəşfiyyat məlumatları da ola bilərdi hər hansı. Terror aktına mı bağlı deyək, nə eləməsə bağlı deyək, yəni ehtimallar eləyir. Və yaxud da ki, ona da xüsusi önəm vermək lazımdır və xüsusi onu vurğulamaq lazımdır ki, bu səfər regionda və postsovet məkanda çox mühüm hadisələrin baş verdiyi bir zamana təsadüf edir. Yəni, Pezeşkiyan bir həftə 10 gün öncə gəlmişdi bura. Yəni, onun özü bir aksiya idi. Yəni, böyük bir hadisə idi. Böyük bir hadisə idi. Yəni, açığı mənə görə tərəflər arasında imzalanan sənədlərin o qədər də strateji əhəmiyyətli olmasa belə, amma soyuq münasibətləri olan iki dövlətin istənilən halda müəyyən sənədlər imzalanması istilənməyə doğru atılan bir addım kimi dəyərləndirmək olar. Belə bir məqamda qatı düşmən olan bir-birlərinə İsrailin Azərbaycana gəlməsi, üstəgəl ayın 10-unda Rəcəb Tayyip Ərdoğanın Azərbaycana gəlməsi, bu qarışıqlıqda mən hesab edirəm ki, hansısa məqamların razılaşdıra bilməməsi ortada ola bilər. Azərbaycandan yoxsa adı çəkilən ölkələrdən? Adı çəkilən ölkələrdən Azərbaycana bağlı heç bir problem yoxdur. Azərbaycan dəvət edib, Azərbaycan o dəvəti eləyəndə böyük ehtimalla bütün hər şeyi nəzərə alıb, o dəvəti yəqin ki, Türkiyə prezidentindən də razılaşdırmalar olub. Nəzərə alın ki, bu səfərin, 5 günlük səfərin cədvəlinə baxsaq, yəni təqviminə baxsaq, Netanyahunun burada olduğu günlər, hansı ki olasıydı, Ərdoğanın Bakıya səfəri var idi. Təbii. Yəni, bu o deməkdir ki, bunların hamısı öncədən razılaşdırılmışdı. Yəni, Ərdoğan da razılaşdırmışdı. O təyyarənin hava məkanlaşılması açılması falan, bunlar hamısı da hesab edirəm ki, səbəb deyil. Səbəb başqadır. O bilmədiyimiz səbəblər də var burada. Bu da mən hesab edirəm ki, bir də situasiyanın bir başqa həddi var ki, həmin ərəfədə Azərbaycan prezidentinin Moskvada da olması vacib bir şərt idi. Yəni, çünki getməlidirlər. Bilirsiniz ki, mən bildiyimə görə postsovet məkanının 12 ölkəsinin onun liderləri orada olmalıdır. Yəni, Ukrayna, Moldovanın çıxmaq şərti ilə, yəni, Baltik Respublikaları heç onlar bir ayrıldılar, amma 12-sinin onu orada olmalıdır. Yəni, onun deyəndə ki, 9-u, yəni, belə Rusiyanın özüdür. Hətta Paşinyan belə, əgər Covid'ə tutulmasa, o da gələcək. İndi, o da bir səbəb ola bilər ki, yəni, burada qonaqları burada qoyub, ora getmək də düz çıxmırdı, ora getmək də bir başqa anlamı ola bilirdi. Yəni, deyə bilir, amma qərarı Netanyahu verib, bəs onun üstündə durmaq lazımdır. Amma qeyd olunub ki, səfər gerçəkləşəcək, yəni bu səfər gerçəkləşəcək. Amma ümumiyyətlə bir son fikrimi deyim, bu səfərin təxirə salınması böyük ehtimalla Azərbaycan prezidenti ilə baş nazir arasında müzakirədən sonra razılaşdırılıb bir ortaq qərardır. Sadəcə onu səsləndirib Netanyahu. Aydın məsələdir. Sizin fikirləriniz varmı Fəzail bəy bu istiqamətdə? Çünki mətbuat da çox danışırdı bu barədə. Hər halda İsrail baş nazirinin Azərbaycana səfəri, 5 günlük qalması, müəyyən icmalarla görüşü nəzərdə tutulurdu və Ərdoğanın da Azərbaycana səfəri gözlənilirdi. Belə çıxır ki, Rəcəb Tayyip Ərdoğanın da Azərbaycana səfəri təxirə salınıb. Yox, mən onu deyə bilmərəm.
Onun demək istəyərdim ki, bu səfərin təxirə salınmasının Moskvada keçirilən tədbirlə hər hansı bir əlaqəsi ola bilməz. Çünki bildiyimiz kimi Cənab Prezidentin iş qrafiki olduqca dəqiq müəyyən olunur və ehtiyac olsaydı may ayının 9-unda gedib, may ayının 9-unda da qayıtmaq imkanı var idi. Bu dəfələrlə də Prezidentin səfərlərində bu özünü ifadə edibdir. Bu mənə belə gəlir ki, bu daha çox regionda gedən proseslərlə birbaşa bağlıdır. Xüsusilə Suriya ətrafında son vaxtlar Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi, İsrailin Dəməşqdə prezident sarayının yaxınlığında deməli, yaratmış olduğu ciddi problemlər, oranın atəşə tutulması, bombardıman edilməsi və buna Türkiyənin çox ciddi şəkildə reaksiya verməsi və hələ bilmək olmaz ki, bundan başqa ola bilsin ki, Netanyahu'nun əlində kəşfiyyat məlumatları var ki, məhz bu hadisələr hansı bir səviyyə qalxa bilər. Bu Türkiyənin daha ciddi, daha kəskin, daha aqressiv reaksiyasına səbəb ola bilər. Ora Türkiyənin açıq şəkildə hərbi qüvvələri yeredilə bilər. Bu kəşfiyyat məlumatları da ola bilər. Yəni, son dövrlərdə Suriya ətrafında gedən proseslər məncə Netanyahu'nun Azərbaycana gəlişini təxirə salır. Və təbii ki, bu dəvəti Cənab Prezident İlham Əliyev etmişdi. Bu, ölkə prezidentinin çox şaxəli, çox kombinasiyalı xarici siyasətinin və diplomatik gedişlərinin olduqca növbəti uğurlarından biridir və bu qüvvədə də qalır. Çünki İran prezidentinin gəlib getməsi və bunun ardıncan Cənab Prezident tərəfindən İsrailin baş nazirinin dəvət olunması, bu həm də o deməkdir ki, buna əgər bir açılımını etsək, bu o deməkdir ki, Azərbaycan dövlətinin İsrailə və İsrailin baş nazirinə münasibəti çox yüksək səviyyədədir. İranın prezidentin gəlib getməsinin asılı olmayaraq bu münasibətlərdə hər hansı bir çat yarana bilməz. Bu həm də o mesajıydı və dünyaya da bunu göstərməkdir, həm də İrana da bunu nümayiş etdirməkdir ki, prezidentin bura gəlib getməsinə asılı olmayaraq biz İsraillə strateji əməkdaşlığımızı və yüksək dostluq münasibətlərimizi bundan sonra davam etdirəcək. Mənə elə gəlir ki, bu məsələnin ətrafında müzakirə aparmaq olar. Ola bilsin, digər səbəblər də ola bilər. Və məncə bu Suriyada son vaxtlar gedən ciddi proseslərlə bağlıdır və İsrail tərəfindən verilmiş rəsmi məlumata görə onun baş nazirinin Azərbaycana gəlişi təxirə salınıb, lakin ləğv edilməyib. Bu, ola bilsin ki, müəyyən zaman kəsilindən sonra bu səfər başlayacaqdır. Aydın məsələdir. Mən fürsət düşmüşkən 9 may tarixində danışmaq istəyərdim. Deməli, 9 mayda faşizm üzərində qələbə günü ilə bağlı Moskvaya bir sıra liderlərin getməsi gözlənilir. Hər halda Rusiya tərəfinin açıqlamasına görə Ermənistanın baş naziri Paşinyan orada iştirak edəcək. Hətta Ermənistan mediası baş nazirin ofisinə sorğu da göndərib ki, bəs səfər neçə günlükdür, gecə qalacaqsınız orada yoxsa yox. Onlar cavab verməkdən imtina ediblər. Amma təxminlərə görə Paşinyanın orada 1-2 günlük qalma ehtimalı da var. Azərbaycan tərəfindən isə Azərbaycan prezidentinin Moskvaya getməsi ilə bağlı hər hansısa bir rəsmi açıqlama yoxdur. Əgər Azərbaycan prezidenti də 9 may tarixində Moskvada olarsa, Paşinyan da orada olacaqsa, Rusiya lideri onsuz da bu paradın başında gələcək, necə deyərlər, onda Azərbaycan-Ermənistan rəhbərlərinin bir təması sizcə nəzərdə tutula bilərmi? Söhbət təsadüfi bir təmasdan getmir. Əvvəlcədən planlaşdırılmış bir danışıqdan, müzakirədən gedir. Siz də vurğuladınız ki, əvvəlcədən planlaşdırılmış bir təmas varsa, yəni belə bir görüşün olmasından bağlı planda varsa, o olacaq. Amma adətən belə görüşlərdə öncədən bizim məlumatımız olur ki, bu çərçivədə həm də dövlət başçısı və hökumət başçıları arasında, yəni söhbət Paşinyandan gedir həm də,
hər hansı bir müzakirə gözlənilir. Belə bir Məlumat yoxdur. Amma ayaqüstü görüş ola bilər, çünki yəni böyük sayda o hökumət dövlət başçıları olmayacaq ki, ola bir-birlərini orada görə bilməsinlər. Hər zamanki kimi ayaqüstü yəni nəsə danışa da bilərlər, söhbət oluna bilər, amma mən düşünmürəm ki, indiki yəni bu qələbə günlə bağlı keçiriləcək paradda elə bir vaxt imkan olsun ki, Cənubi Qafqaz regionunda Ermənistan-Azərbaycan arasındakı sülh müqaviləsinin detallarının nə ilə bağlı ciddi bir müzakirə açılsın orada. Yəni əgər bu görüşün olacağı, hətta biz tərəfindən bildirilməyib, hətta Ermənistan tərəfindən də belə bir görüşün olacağı haqqında heç bir məlumat yoxdur. Bir də doğru vurğulayırsınız, hələ onun özü də bir dəqiq 100% dəqiq deyil ki, Azərbaycan prezidenti olacaq ya olmayacaq. Birinci getməlidir ki, o olsun. Təbii ki, yox, gedib getməklə bağlı əvvəllər var idi belə bir şey, amma son günlərdə hələ belə bir məlumat eşitməmişik. Amma gedəcəksə Azərbaycan prezidenti, Ermənistan baş naziri də təmas olacaq bir mənalı şəkildə. Hər zaman bu olub, amma hər hansı masa arxasında, hər hansı məsələ müzakirəsindən bağlı mən heç nə deyə bilmərəm. Amma Rusiya üçün vacibdir. Çünki Moskva istəyir ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində, indi bilmirəm kim necə adlandırır bunu, bir vasitəçi olsun. Məsələ odur ki, Rusiya üçün vacibsə, Azərbaycan və Ermənistan üçün bu vacib deyil. Çünki əslində Azərbaycan da bu dəqiqə Rusiyanın vasitəçiliyini o qədər də çox istəmir. Ermənistan ümumiyyətlə vasitəçiliyini istəmir. Ona görə ki, məlumdur ki, vasitəçi olmaq regionda təsir imkanını saxlamağa xidmət edən bir missiyadır. Vasitəçi olmaq hansısa şərtləri sonra diktə eləməyə gətirib çıxara bilər. O səbəbdən də hər zaman Azərbaycan rəsmi şəkildə bu dövlət başçısının adından, Xarici İşlər Nazirinin adından eşitmişik ki, əslində çox yaxşı olardı ki, tərəflər iki tərəfli təmasları daha çox genişləndirsinlər. Məsələlər vasitəçilərsə lazım olan kritik məqamlarda vasitəçilərin köməyi ilə istifadə olunsun. Ona görə sözsüz ki, Rusiya çox marağında ola bilər. Amma dediyim kimi son bəyanatlar, Zelenskinin verdiyi bəyanatlar, bu deyilən bəyanatlar kimsə göz ardına vurur, amma elə bir ciddi bəyanat kimi də qəbul eləmək olar. Müharibə dayanmayıb, ateşkəs yoxdur. Yəni deyib, mən ateşkəs qəbul eləmirəm. O 3 günlük ateşkəs. Bəli. Hər şey ola bilər. Yəni Domodedovo aeroportuna dron göndərən bir dövlət, Moskvanın istənilən bir yerinə, heç görüş olan yeri demirəm mən, Moskvanın istənilən bir küncünə həmin o dronun biri düşsə belə, artıq oradakı dövlət və hökumət başçılarının təhlükəsizliyi üçün bir təhdid sayılır. Ona görə də mən güman eləmirəm ki, o böyük miqyaslı bir görüşlər, gəzintilər falanlar orada keçirilsin, amma parad da əslində bu paradın da bilirsiniz ki, əvvəlkilərdən fərqli olaraq bu 70 illik də səhv edirəm. 80 illik. 80 illik. Normal halda bu daha ciddi, daha böyük bir təmtəraqlı keçirilməlidir. Bəlkə o vaxt ki, bu SSR-nin müttəfiqləri Böyük Britaniya, Amerika vaxtında elə bir şey olmuş, 50-də gəlmişdə olar. Onlar da gələ bilərdilər. Yəni bu elə bir vəziyyətdə keçirilir ki, bunun o qədər təmtəraqlı keçirilməsinə ehtiyac yoxdur. Bu üstəgəldə mən hesab edirəm ki, bu paraddan istifadə eləyib Rusiya artıq başlayıb bu paradın Hitler Almaniyasına qarşı mübarizənin eyni ilə, qələbənin eyni ilə paralel şəkildə Ukraynaya qarşı eyni həddə olduğunu, onların da Hitler Almaniyasına müqayisə olunduğunu özündə ehtiva edən bir kampaniya yaradacaqlar. Təbii ki, dövlət başçıları da orada iştirak eləyib. Mən hesab edirəm ki, Azərbaycan prezidentinin oraya gedişi yəqin gedib həmin gündə qayıda bilər. Çünki əgər bu günlərin informasiya yoxdursa və proqram da elan olunmayıbsa 3 gün qalıb. Yəni 3 günə qalıbsa deməli gedə də bilər, getməyə də bilər. Aydın məsələdir. İstənilən halda biz bunu danışmalıyıq. Fəzal bəy, sizin də fikirlərinizi eşidək. Moskva, təbii ki, biz Rusiya-Ukrayna müharibəsini təxminən 15-20 dəqiqədən sonra ayrıca müzakirə eləyəcəyik. Amma hələlik regionumuzu danışırıqsa, Ermənistan rəhbərinin orada iştirak edəcəyi ilə bağlı Rusiya tərəfinin rəsmi açıqlaması var. Düzdür, Ermənistan da bunu hələ ki təsdiqləmir. Amma Rusiya tərəfi deyəsən artıq müəyyən açıqlamalara gedib. Məsələn, deyir ki, Rusiyanın Ermənistandakı səfiri Kapırkin qeyd edir ki, erməni tərəfdaşlar qərbdəki Rusiyafob dairələrin onların ölkəsindən, yəni Ermənistandan Rusiyaya qarşı regionda ikinci cəbhə açmaq üçün istifadə etməsinə yol verməyəcək. Biz buna ümid edirik. Bu Kapırkinin açıqlamalarıdır. Baxın, 9 may ərəfəsində Rusiyanın səfiri vasitəsilə belə bir xəbərdarlıq etməsi, məlumat bölüşməsi nəyə xidmət edir? Onu deyim ki, Paşinyanla əgər ölkə prezidenti Cənab İlham Əliyev Moskvada parad qismində, parad müstəvisində işə geçsələr, Moskvanın vasitəsilə ilə bu görüşü mən tam istisna edirəm. Yəni, üçüncü tərəf olmayacaq. Olmayacaq. Əvvəlan, bu vasitəsilikdən Azərbaycan xeyli müddətdir ki, imtina eləyibdir
və Ermənistan da məcbur edilib ki, bu qərbdən qopsun və Azərbaycanla birbaşa təmaslarda olsun, Azərbaycanın demiş olduğu şərtləri yerinə yetirsin və beləliklə münasibətlər normallaşsın. Ola bilsin ki, neytral bir ölkə bu iki dövlət başçısının görüşünə ev sahibliyi eləyə bilər. Bu mümkündür. Və burada da Moskva istinad olur. Çünki Moskva bu görüşü keçəcək, hökmən vasitəsi kimi çıxış etməyə çalışacaq. Bu məsələnin bir tərəfi, mən bunu tamamilə istisna edirəm. İkinci, bugün Paşinyan güya balanslaşdırılmış bir siyasəti yerinə yetirməyə, həyata keçirməyə çalışır. Həmin qərblə münasibətlərini yüksək səviyyədə qurmaq, həm də Rusiya ilə münasibətlərini qoruyub saxlamaq görüntüsünü yaradır. Azərbaycan modeli var ortada. Azərbaycan bütün dünyaya, eyni zamanda keçmiş MDB məkanında olan dövlətlərin hər birinə də özünün çox ciddi uğur verən unikal bir formatını ortaya qoydu və bu format bugün ən müxtəlif səviyyələrdə etiraf olunur. Bu, tarazlaşmış, balanslaşmış siyasətdir ki, bunun əsaslarını rəhmətli Ulu Öndərimiz qoymuşdur və bu gün ölkə prezidentimiz çox uğurla yerinə yetirir. İndi buna çalışır Paşinyan da bu baxımdan cəhd eləsin, ancaq Rusiya buna imkan verməyəcək. Çünki o Rusiya dəfələrlə bəyan edib, açıq şəkildə deyib ki, Ermənistan, səni bir dövlət kimi yaradan mənəm. Mənim auramla, mənim təsir dairəmdən sən çıxa bilməzsən. Çıxsan səni məhv eləyəcəm. Ən müxtəlif şəkildə o mesajlar verir. Və bu növbəti mesajlardan biridir. Ki, əgər Ermənistan sən qəribə doğru bu addımları atsan, onlarla münasibətləri dərinləşməyə çalışsan, indi bugün artıq qərb öz başının hayındadır. Bu gedir Estoniya ilə görüşür, gördü Avropa İttifaqının bir nümayəndəsi kimi. Estoniyanın Avropa İttifaqından təsir gücü var ki, bu ancaq görüntü yaradır qərbə ki, yəni mən sənin yanındayam, gəlirəm, məni kənara qoyma. Bu təbirində Rusiyanın Avrasiya İqtisadi İttifaqında əməkdaşlığını edir, özünün əriyini Rusiyanın bazarına çıxardır. Ancaq siyasi və hərbi məsələlərdə tamamilə kənarda qalıb. Bu isə Rusiyanı xeyli dərəcə qızıqlandırır. Hər kəs bilir ki, və xatırlatmaq istəyərdim ki, Ermənistan dövləti Rusiya imperiyasının geopolitik bir layihəsidir. Bu layihə əsasında Ermənistan dövləti yaradılıb, Azərbaycanın tarixi torpaqlarında ermənilər yerləşdirilib və nəticə itibarilə indiki Ermənistan ortaya çıxıb. Bunu heç bir halda Rusiya kimə də güzəşə getməyəcək. Heç erməni xalqına da, Ermənistanda kimin dövlət başçısı gəlməyindən asılı olmayaraq ona da bunu güzəşə getməyəcək və sona qədər Ermənistanı öz təsir dairəsində qoruyub sağlanmağa çalışacaq və səfirin də xəbərdarlığı məhz bununla bağlı ki, yəni sən artıq qərbindən qutar və Rusiyanın sferasına, Rusiyanın təsir dairəsinə qayıt. İndi baxaq görə necə olacaqdır Ermənistan? Əslində bu cür iki başlı oyunu çox süni görünür və əsasları yoxdur. Çünki bu dövlətin, Ermənistan deyilən dövlətin dövlətçilik ənənələri yoxdur. Hardan başlayıb, hara gedəcəyini bu ölkə bilmir. Nə bunu cəmiyyəti bilir, nə bunu cəmiyyətini idarə edən dövlət başçıları bilir. Ona görə də Ermənistanın bir dövlət kimi talihi kifayət qədər, mən bunu çox məsuliyyətlə demək istəyərdim ki, onun dövlət kimi gələcək talihi kifayət qədər suallar doğurur, o dövlət kimi buxarlanıb getmək ərəfəsindədir. Elşən bəy, onda siz, bilməm, razısınız Fəzal bəylə yoxsa yox, onda belə çıxır ki, Rusiya Ermənistanı təsir altında saxlamağa çalışır, amma bu Ermənistanın münaqişədə olmadığı ölkə olmadan mümkündürmü? Hansısa formada gərək qarşısında iki tərəf olsun ki, mütəmadi olaraq vəziyyətə uyğun davranıb Ermənistana təsir rıçaqlarını əlində saxlasın. Ermənistan təsir rıçaqları üzr istəyirəm, çox kifayət qədər. Moskva. Moskvanın Ermənistana təsir rıçaqları kifayət qədər. İqtisadi nəzərdə tutursunuz. Əlbəttə. Bugün əgər Ermənistan qazın
Ermənistana verən qazın əgər qiymətini qaldırsa, Ermənistan demək ki, məhv olur. Ermənistanın yeganə kənd təsərrüfatı məhsullarının bazarı Rusiyadır. Gürcüstandan keçən yol bağlansa, demək olar ki, Ermənistanın eyni şəkildə kənd təsərrüfatı batır və məhv olur. Digər bir tərəfdən, Ermənistanın dəmir yolu, nəqliyyat vasitələri Rusiyanın təsir altındadır. Yəni, onun bir hissəsidir. Demirəm ki, hələ Rusiya kəşfiyyatı kifayət qədər Ermənistanda var. Rusiya meyilli kifayət qədər insanlar var. Baxmayaq ki, onların içərisində önə çıxa biləcək, onları apara biləcək bir lider yoxdur. Ancaq indi Ermənistanda yaşayan erməni yerli xalqların özünün də bugün Rusiya qarşı münasibəti bir mənalı deyil. Belə bir çətin situasiyada mən düşünmürəm ki, Ermənistan hər hansı bir şəkildə Rusiyadan tamamilə ayrıla bilsin və münasibətləri tamamilə ondan qutara bilsin. Burada bir tərəfin ağırlığı bir tərəfin üzərinə qoymaq istəməzdim. Ermənistan Rusiyadan asılı olduğu qədər də Rusiya Ermənistandan strateji nöqteyi nəzərdən asılılığı var. O səbəbdəndir ki, hansı asılılıqdır o? Deyirəm bu dəqiqə. Hələ o səbəbdəndir ki, bugünə qədər Ermənistan Paşinyan hakimiyyəti bu qədər bir-birinə qarşı antagonist mövqedə olsalar belə, Avrasiya İqtisadi Qurumundan Ermənistanın çıxarılmasından bağlı hər hansı addım atmır. Baxmayaraq ki, Fəzəli bəy demişkən, Ermənistan iqtisadi ixalın 90%-ə yaxını Rusiyadandır. Eyni zamanda ixracını da oraya eləyir. Yəni, bir nəfəslik odur. Amma bütün bunlar ona təzyiq vasitəsi olduğu halda KTMT-də istədiyi kimi hərəkət eləyən Paşinyana mən gəlmirəm, ümumiyyətlə onu bəyənmirəm deyən Paşinyana, düzdür, mesajlar verib ki, əgər buradan geçsən orada da çıxardacağım. Amma ondan bağlı sıxmır. Çünki bəli, Ermənistanı Avrasiya İqtisadi Birliyindən çıxartsa, Ermənistanı blokada halında saxlamağa cəhd göstərsə, blokada yəni iqtisadi pressingdə saxlasa, çətin olsa belə alternativ variantlarını o qədər olma tapacaq. Amma bir dəfəlik o Ermənistan regionunu Rusiya nəzarətindən çıxardacaq. Bir dəfəlik çıxardacaq və oradakı hərbi bazaların bir dəfəlik çıxarılması məsələsi qoyacaq. Hələ ümid eləyir. Hələ ümid eləyir ki, növbəti etaplarda bəlkə özünə uyğun bir hakimiyyət formalaşsın. Mən son vaxtda mətbuatda da çox oxuyuram ki, yeni siyasi qüvvələrin formalaşmasıyla bağlı çox çabalar göstərir hazırda Rusiya ki. Ermənistanda? Bəli, Ermənistanın yeni siyasi, yəni 2026-cı seçkilərində ən azı, əgər zamanında olarsa, fövqəladə olarsa, fövqəladə, zamanında keçərsə, gələn il keçirilər parlament seçkilərini yeni bir qüvvə, özünə münasib bir qüvvə ilə seçkidə iştirak edib, ən azı hakimiyyəti yəni götürsün əlinə. Və ondan sonraki etaplarda yavaş-yavaş əvvəlki münasibətləri, əvvəlki kimi də olmasa, daha özü müsbət, pozitiv notlarda qursun. Ümid onadır. Yoxsa Fəzəli bəy dediyi fikirləri çoxdan həyata keçirilmişdir. Yəni, Ermənistanın ondan asılığı olduğu qədər də Rusiyanın region nöqteyi nəzərindən Ermənistandan çox asılılığı var. Azərbaycanla o gözləntiləri yoxdur. Azərbaycan bir dəfəlik buradan qoşunlarını çıxardıb, ondan sonra girməsi ehtimalları yoxdur. Azərbaycanın iqtisadi hədəfləri də tamam başqa istiqamətdə gedir. Azərbaycanın strateji dostluqları da fərqli hədəflərdədir. O səbəbdən də onun üçün Gürcüstanın özü də bu dəqiqə Rusiyaya normal mövqedə olan bir hakimiyyət formalaşsa da özü üçün onu müvəqqəti hesab edir. Ona qədər bəs Ermənistan onun üçün əsas forpost olaraq qalmalıdır. O səbəbdir, mən ondan razıyam ki, əlindən gələni eləyəcək ki, oranı əldən verməsin. Amma onu bacaramayacağını indi yəqin ki, mövzuda olacaq. Asılı olacaq Rusiya-Ukrayna müharibəsinin gedişatına hansı şəkildə çıxmağından. Elə bir vəziyyətdə çıxa bilər ki, Ermənistandakı vəziyyətin düzəldilməsi onun üçün çox rahat həyata keçirilsin. Və yaxud elə bir vəziyyətdən çıxa bilər ki, orada ümumiyyətlə hər hansı bir fəaliyyət və iş göstərmə imkanları məhdudlaşsın. Bu arada Avropa İttifaqının mülki missiyası adlandırdığımız, indi dırnaqarası mülki missiya adlandırılır. Hamımız da bilirik ki, orada keçmiş hərbçilər daha çox yer alıblar. Son dəfə mayın 2-sində Zəngilanla həm sərhəd ərazidə patrul xidməti aparıblar. Yenə də binokl diplomatiyası davam edir. Azərbaycan əraziləri izlənir. Bir zaman biz bunu Ermənistan yeni müharibəyə hazırlaşır kimi dəyərləndirirdik. Yenə də o fikirdə qalırıq. Yenə də Avropa İttifaqının mülki missiyası Ermənistana müharibə hazırlığında kömək edir. Yoxsa Avropa İttifaqı həmin o sərhədə gələrək Rusiyaya birbaşa mesaj ötürür ki, Ermənistan mənim, mən də Ermənistanın yanındayım. Eşad bəyin fikrinə münasib bildirməsəm çox qısa şəkildə. Bəli, Rusiyanın Ermənistanda strateji maraqları var. Ancaq onun Ermənistanın asılılığı yoxdur. Nəzər alsaq ki, Türkiyə
50-ci illərdə deməli NATO-ya üz olandan sonra Türkiyənin bütün təbliğat potensial imkanları yönəldildi ermənilərlə Türkiyə arasındakı düşmənçiliyə. O soyqırım məsələsi də o zaman çıxdı ortalığa, aktuallaşdırıldı, gündəliyə gətirildi və s. Yəni Sovet İttifaqı, sonraca Rusiya Ermənistanda ona görə özünün hərbi imkanlarını qoruyub saxlamağa çalışırdı ki və indi də onun üzərində müəyyən dərəcədə fikirləri var. Bu Türkiyə ilə olan münasibətlərlə bağlıdır. Yəni Türkiyə NATO ölkəsi olaraq Rusiya üçün həmişə təhdiddir. Bu təhdidin qarşısını almaq üçün hətta Azərbaycanın özünə Qəbələdə də bir elisk olmuşdu. Zavafqaziyanın hərbi dairəsi SSR-nin ən güclü hərbi dairəsi idi. Türkiyə görə. İndi bu gün Türkiyə ilə Rusiya arasındakı münasibətlər hər kəsə bəllidir. Və mən güman eləmirəm Amma müvəqqəti ola bilər. Yox, mən qətiyyən bunu məsuliyyətlə deyə bilərəm ki, Türkiyənin bu gün aparmış olduğu siyasət beynəlxalq bir oyunçu kimi özünün təsdiq etməsi və aparmış olduğu diplomatik xarici siyasət xətti onun Rusiya ilə üzə gəlib müharibə etməsi tamamilə istisna eləyir. Tamamilə istisna eləyir. Ukrayna deməli bağışlayın, Türkiyə bugün regionun alternativsiz gücüdür. Bu da şübhə ola bilməz. Getdikcə onun təsiri artır. Və Rusiya isə getdikcə regionda təsir dairəsini və gücünü itirməyə çalışır, itirir. Onu qoruyub sağlamağa çalışır, onu bacarmayacaqdır. Ona görə Rusiyanın özü də Türkiyə ilə qarşıya gəlib, onunla hər hansı gələcəkdə qarşı durmadan keçərək müharibəyə getməyə heç zaman arzu etməz. Ona görə bunların arasında münasibətlərin gələcəkdə... Amma yenə də mən deyəndə dediniz, təsdiq ediniz ki, strateji asılılığı var. Yox, strateji asılılığı var. Strateji maraqları var. Asılı başqa şeydir, maraq başqa şeydir. Marağı var ki, orada olsun ki, gələcəkdir. Və bu maraq da getdikcə itir. Çünki yanaşmalar dəyişir, dünya düzəni dəyişir. Artıq Türkiyə regional bir güc mərkəzi kimi ortalığa çıxsa, Rusiya istərsəməz onunla razılaşmaq zorunda qalır. Nəzər sağ ki, Türk dövlətləri təşkilatı da getdikcə özünün nüfuzunu qazanmaqda və burada Türkiyə amili güclüdür və s. Ona görə mən bunu söyləmək istədim. Sualınızın... Avropa İttifaqının mülki missiyası ilə bağlıydı. Sualınızın vacib məqamı. Bəli, Rusiyaya bir mesajdır. Yox, bu Rusiya mesaj deyil. Yəni Rusiya sadəcə olaraq Avropa İttifaqının Ermənistanda bu fəaliyyəti sırf cəsusluq xarakteri daşıyır. Orada İranda gedən proseslər bir mənalı şəkildə öyrənilir və mərkəzlərə ötürülür və Azərbaycanda sərhəd boyu gedən dəyişmələr, Azərbaycanın hərbi obyektlərinin yerləşməsi, onun dislokasiyası və s. və ilə axır. Məsələlər də təbii ki, bu kəşfiyyatın içərisində bir epizoddur və bu epizod da bugün Ermənistana tamamilə sərf edir ki, ona ötürülsün və Ermənistan da Azərbaycandan gələn təhlükəni öz üçün müəyyənləşdirsin. Bu eyni zamanda təbii ki, Avropa İttifaqının Ermənistanın yanında olmasını göstərən ciddi bir faktdır. Və bu fakt da Rusiyanı kifayət qədər qızıqlandırır. Bunu, çünki bir tərəfdən Rusiyanın sərhəddə olan qoşunları çıxarılır, İrəvanın aeroportundan çıxarılır, sərhədlərdən çıxarılır. Onun yerinə isə Avropa İttifaqının deməli, nümayəndələri gəlir və orada prosesi izləyirlər. Bu, əlbəttə ki, Rusiya üçün heç də xoş hadisə deyil və bu həm də nəticə itibarilə ona demək mümkündür ki, Ermənistanda Rusiyanın təsirini azaltmağa xidmət edən bir xətti, bir addımdır və s. Nəticə itibarilə artıq mən düşünürəm ki, ölkə prezidentinin, Azərbaycan dövlətinin ciddi təzyiqlərin nəticəsində artıq məsələ öz həllini tapmağa doğru gedir.
və mən ümidvaram ki, yaxınlarda bu həllini tapacaq. Biz deyəsən Rusiya adını daha tez-tez sallandırmağa başlayacağıq. Çünki milli lider Heydər Əliyevin anadan olmasının 102-ci ili münasibəti ilə Moskvada keçiriləcək tədbirlərə yola düşən bir nümayəndə heyətimiz var. O nümayəndə heyətinin tərkibində Milli Məclisin üzvü Azər Badamov da var idi. Moskvaya çatar-çatmaz Badamovun ölkəyə girişinə qadağa olunması ilə bağlı müəyyən göstərişlərin olduğu deyilir və Milli Məclisin üzvü Azər Badamov Rusiyaya buraxılmayıb, Azərbaycana geri qaytarılıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması var. Qeyd olunur ki, Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi məsələnin araşdırılacağını bildirib və qərarın səbəbləri barədə izah verməyib, deyib ki, hələ araşdırma gedir. Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edirik. Məsələ ilə bağlı Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik. Son bir neçə ay, xüsusən də ötən ilin sonuncu ayı, təyyarə qəzası, ondan sonra baş verən prosesləri bir ardıcıllıqla düzəsi olsaq, hansı nəticəyə gələ bilərik? Azərbaycanlı deputatın Rusiyaya buraxılmaması, əvvəlcədən heç bir xəbərdarlıq edilmədən bu hadisənin baş verməsi doğrudan da ayıbdır. Yəni, sadə deputat da deyil. Mən bildiyimə görə Yeni Azərbaycan Partiyasının üzvü, həm də Siyasi Şurasının üzvü. Bəli. İdarə heyətiniz. İdarə heyətinin daha, yəni, idarə heyətinin üzvüdür. Bu artıq bu çox ciddi aksiyadır. Onu qara siyahıya salınanda da onun kimliyi ilə bağlı bəlli olur. Mən bildiyimə görə deyirlər ki, Valıyeva cavab verdiyinə görə olub o. Yox, mən onun Rusiyaya xırcı bir şey bilərəm. Siz deyin, sonra deyə bilərəm. Çatdırım axıra qədər. Rusiya ilə Azərbaycan arasında bu münasibətdə, hətta təyyarə qəzasına qədər də münasibətlərin vitrin hissəsində səmimiyyət görünsə də, əslində bayaq müzakirə elədiyimiz fikirlərdən dolayı Azərbaycan Cənubi Qafqaz regionunda proseslərin həll olunması istiqamətində hər hansı vasitəsiyə, xüsusilə Rusiya kimi vasitəsiyə ehtiyac duymadığını artıq açıq şəkildə bildirəndən sonra təbii ki, Rusiyanın buna qıcıqlanması, buna bir reaksiyası açıq olmasa da, yəni alt qatda, alt yapıda bunun bu münasibəti olmalıydı. Və da bu əlində gələn, istənilən vasitələrlə bunu açıq göstərir. Və o da, yenə deyirəm, səbəb tamam başqa istiqamətdən doğru. O mülki missiya ilə bağlı. Eyni zamanda, mülki missiya fikir verirsiniz ki, Rusiya o qədər də reaksiya çox vermir. Əslində, mülki missiya etkinə Azərbaycana, Rusiyaya qarşı olunan bir şey deyil. Mülki missiya orada daha çox, mən elə düşünürəm, artıq bu müşahidələrim də onu göstərir, orta dəhlizin açılmasına maksimal şəkildə mane ola bilən bir qüvvənin orada yerləşdirdiyi hansısa ad altında bir missiyasıdır. Çünki bilirsiniz ki, bu orta dəhlizin açılmasında dünya böyük gücləri içində maraqlı olmayan qüvvələr var. Yəni, ta ki, daha çox maraq olan Böyük Britaniyadırsa, ta ki, Çindən gələn, Avropa İttifaqı Hindistandan gələn bir yolun marağındadır ki, o yol ümumiyyətlə bizdən yan keçir. Səudiyyə Arabistandan gəlir, keçir, yaxın şərq ərazisindən belə Avropaya girir. O, Azərbaycanı və Cənubi Qafqazı həmin bu ona, yəni bizim orta dəhlizə paralel, alternativ bir xəttdir. Yəni, maraqlar toqquşur. O toqquşma maraqları, biz deyirik ki, Zəngəzur koridorunun açılmasına buna çox adam elə sıradan biri baxır. Bu, dünyanın böyük güclərini narahat edən bir problem deyil. Biz insanlarımızın Naxçıvana rahat gedib gəlməsi haqqında düşünürsə, onlar tamam başqa haqqında düşünürlər. 100 milyardlar, trilyonlar dolanacaq bir marşrutun, logistik marşrutun üzərində kimin nəzarət etməsi, hansı qüvvələrin buna daha çox yatırım qoyması, bu böyük bir problemdir. Yəni, müşahidə missiyası da əslində ola gəlib bizlə müharibə eləyəsi deyirlər bu bir. Ermənistanı bəli, Fransa tərəfindən istehkamlar tikilir, hər şeylər olunur. Onlar başqa istiqamətçidir. Onlar sabah Azərbaycan sülh danışıqlarında əllərini güya bərk eləmək üçün, bizdən hər hansı şərtləri yumşaltmaq üçün, yaxud Azərbaycan gələcəkdə hücum eləyərsə ona qarşı müqavimət göstərmək üçün bir vasitə kimi qoyublar. Amma təcrübə göstərdi ki, artıq yeni dövr, yəni yeni nəsil, üçüncü nəsil müharibələrdə istehkamlar o qədər də böyük rol oynamır, daha çox yüksək texnologiyalar rol oynayırlar. Amma yenə deyirəm, müşahidə missiyası bəlli bir və bir neçə dövlətin maraqlarını dediyim kimi maraqlarını orada təmsil eləyəndi. Mən onun Azərbaycana qarşı əslində heç bir təhlükə görmürəm. Amma onların, həmişə demişəm, təhlükə görməsəm belə, onların hərdən gəlib buradan çəkib sonra Azərbaycan əleyhinə bəyanatlar verməyi o insanı əsəbləşdirir və qıcıqlandırır. Onun da səbəbi, yenə deyirəm, onların marağında deyil, hazırda Ermənistan-Azərbaycan sülh müqaviləsi tezliklə bağlansın.
O da var. Daim o eskalasiyanın ola biləcəyini gündəmdə saxlamaqla bu prosesin uzatsınlar və 4 il, 5-ci il gəldə sual olunur. Səbəb nədir? Niyə indiyə kimi analiz eləmirlər ki, bu niyə 5 ildir bu sülh müqaviləsi bağlanılmır? Niyə razılaşdırmalar əmələ gəlmir? Məntiqli bir açıqlama yoxdur təbii. Təbii ki, bunu imkan vermirlər və imkan verməyəndə həmin o regionda hələ ki sülhün bərqərar olmasını istəməyən qüvvələrdir ki, hələ sülh bərqərar olmadan maraqlarına nail olmaq daha rahatdır. Nəinki artıq regionda davamlı sülh yaranandan sonra tərəflərə, dövlətlərə hər hansı şərtləri diktə eləmə imkanları sıfıra enir. O zaman artıq o iqtisadi və strateji maraqları da havada qalır. Ona görə. Aydındır. Mən Azərbaycanlı deputatın Rusiya ərazisinə buraxılmaması mövzusunda sizinlə də söhbət etmək istəyərdim. Hər halda bu bir qeyri-dost addımdır. Azərbaycanın Rusiya ilə əlaqələri bəllidir. Müəyyən problemlərin olmasına baxmayaraq, yenə də tərəfdaşlıqla bağlı müəyyən sənədlərin imzalanmasının şahidi olmuşuq. Xarici İşlər Nazirliyinin də bir daha deyim açıqlaması var və bu qərarın qeyri-dost addım hesab edildiyini bildirir Xarici İşlər Nazirliyimizin və qeyd edilir ki, Rusiya tərəfi ümid edirik buna bir tutarlı cavab verəcək. Azərbaycanlı deputatın Rusiyaya buraxılmaması və təsəvvür edin, təzədən Azərbaycana göndərilməsi nə mənaya gəlir? Hansı mesajı bizə ötürməyə çalışırlar? Nə demək istəyirlər? Azərbaycanov, deməli, mən uzun illər bir yerdə parlamentdə olmuşuq. Özünün müstəqil və Azərbaycan dövlətçiliyinə, onun milli maraqlarına xidmət edən kəsin çıxışlarının şahidi olmuşam hər zaman. Bu çıxışlarda o, Rusiyanın Azərbaycana qarşı aqressiv, arzu olunmayan, ədalətsiz münasibətlərini tənqid edən deputatlardan biridir. Ona görə də Azər Badamov, hələ bilmirik daha kimlər, Rusiyanın qara siyasına düşüb. Rusiyada bunlar arzu olunmaz şəxslərdən biridir. Buna görə buraxılmayıb. Sırf ritorikalarına görə. Yəni, bu səbəb odur. Başqa səbəb nə ola bilər ki, Azər Badamov Milli Məclisin deputatı, Azərbaycan İqtidar Partiyası olan Yenizən Partiyasının rəhbərliyində təmsil olunan bir şəxs, xüsusi ritorika ilə Rusiya imperiyasına, onun maraqlarına və s. və ilaxır ciddi müqavimət göstərən belə bir aktiv siyasətçi deyil. Ancaq millət vəkili kimi o Azərbaycanın dövlət maraqlarına, milli maraqlarına xidmət edən çıxışları ilə həmişə fərqlənib. Orada Rusiyada var, orada Amerikada var, orada qərb ölkələrdə var və s. Ona görə də Azər Badamovun Rusiya buraxılmamasının əsas səbəbi bundan ibarətdir. Və Rusiya bundan bir daha sübut edir ki, o ümumiyyətlə bir dövlət olaraq Azərbaycana qarşı münasibətlərdə səmimi deyil. Ümumiyyətlə, digər postsovet ölkələrinə olduğu kimi Azərbaycana da yenə də özünün əyaləti kimi baxmağa çalışır. Sadəcə olaraq Azərbaycana bunu ona görə edə bilmir ki, Azərbaycan dövləti bunun üçün bəhanə vermir. Həm də Putinin qarşısında dünya liderləri səviyyəsində özünü təsdiq edən mahir diplomat, xarici siyasətdə ustad olan İlham Əliyev kimi bir şəxsiyyət dayanır. Ona görə də bu baxımdan Azərbaycana qarşı onun münasibətləri heç də bu və ya digər şəkildə dəyişilməyib. Sadəcə olaraq bir fasilə var. Sadəcə olaraq, indi baxın, müşü təyyarəmizin vurulması, mən dəfəli söyləmişəm, bu təsadüfi vuruşma, təsadüfi hadisə deyil. Bu düşünülmüş bir senarinin tərkib hissəsidir və eyni zamanda Azərbaycan dövlətinin, xüsusilə ölkə prezidentinin bununla bağlı sərt mövqeyi onları müəyyən dərəcədə yumuşalmağa, müəyyən dərəcədə addımlar atmağa gətirib çıxardı. İndi hələ cinayətkar kimdir? Onun haqqında bizə məlumatlar verilmir. Deyirlər, istintaq ilin sonuna qədər gedəcək. Niyə? Fakt bəlli, hadisə bəlli, vuran bəlli, vurulan bəlli. Bunu ilin axırına kimi niyə sən saxlayırsan? Eyni zamanda Azərbaycanın Rusiyavi deyilən cəsus yuvasının bağlanması və digər addımların atılması təbii ki, Rusiyaya kifayət qədər narazılıq yaradır və bu baxımdan Rusiya hər hansı bir addım atsa da Azərbaycana xoş niyyətlərini ifadə etsə də yaddan çıxarmayaq ki,
O Rusiya imperiya ambisiyalarıyla yaşayan bir dövlətdir və o bu ambisiyalarını keçmiş Sovet məkanında reallaşmağa çalışır. Vaxtımız çox qalmayıb. Ona görə mən proqramımızın son hissəsini istəyirəm Rusiya-Ukrayna müharibəsinə həsr eləyək. Xüsusən də Zelenskinin bir açıqlaması var idi ki, Rusiya Federasiyası ərazisində baş verənlərə görə məsuliyyət daşıya bilmərik. Çox incə bir mesajın olduğunu da bilirik. 9 may paradı gəlir. Bir çox liderlərin Moskvada olacağı gözlənilir və bu açıqlamanın ardınca Yermakın bir paylaşımı var idi. Kreml od alov içində olan bir paylaşımdan söhbət gedir. Maraqlı bir fotoydu. Rusiya tərəfinin buna bir cavabı yoxdur. Məntiq oradadır ki, bir ölkə digər ölkənin ərazisində keçirilən tədbirlərə görə necə təhlükəsizliklə bağlı zəmanət verə bilər? Yəni Zelenskinin burada incə mesajı odur ki, 9 mayda Moskvaya yığışmayın, hörmətli liderlər. Sanki bu mesajı verməyə çağırdı, çalışdı daha doğrusu. Birincisi bu, dünən Medvedevin ona cavabı oldu. Oldu? Oldu. Dedi ki, əgər ümumiyyətlə bunlar nəsə bir artıq hərəkət eləsələr, ayın 10-unda görəcəklər nə olur və ona təəccüb eləməsinlər. 10-unda Kiyevdə baş verənlərə o zaman təəccüb eləməyəcəklər. Sözsüz ki, Zelenski bir müharibə aparan bir ölkənin başçısı kimi bu ifadəni işlətmənin iki başlı bir ifadə kimi demək olar. Birincisi özü rəsmi onu belə əsaslandırır ki, mən bunu deyirəm ki, Rusiyanın özü hər hansı bir təxribat eləyib bunu Ukraynanın üzərinə yıxa bilər. Amma həqiqətən də əgər atəşkəs qəbul olunmursa, rəsmi Kiyev hərbiçiləri dronlarla Rusiyanın istənilən istiqamətinə saldıra bilərlər. Yeri gəlmişkən tamaşaçıların diqqətinə çatdıraq ki, Zelenski bu 3 günlük atəşkəsi qəbul eləməyib. Və qəbul eləməyibsə ki, dövlət arasında müharibə gedirsə, bu həm də eyni zamanda ora gələn digər dövlətlərin rəhbərlərinə deyir ki, yəni ki, burada biz müharibə edən bir ölkəyi müharibəni dayandırmamışıq. Müharibə gedə-gedə orada iştirak edirsə, sizin təhlükəsizliyinə heç kim təminat vermir, biz ümumiyyətlə verə bilmərik və qarşı tərəfdə istənilən təxribatlara, istənilən əməllərindən bu məsələlərdə xoşagəlməz hallara gətirib çıxara bilən işlər görə bilər. Amma əslində bu məqsəd başqa şeydir. Məqsəd Rusiya bu 9 may paradından bütün dünyaya özünün faşizm üzərində qələbəsinin əsas memarı kimi təqdim etməklə özünün sülhpərvər olduğunu, xüsusən də Yahudilərə qarşı olan o soyqırımı keçirən Hitler Almaniyasını məhv etdiyini filan bu addımları atmaqla Ukraynada törətdiklərini kölgədə qoymağa çalışır. Zelenski isə məhz bu 9 may paradının Rusiyanın öz imicinə işləyən bir tədbir olmasının qarşısını almağa doğru olaraq, yəni dövlət başçısı olaraq doğru olaraq bu addımı atır. Və mən inanıram ki, 3 günlük atəşkəs razılığına gəlməyib öz yerində, amma bu gedişatda Ukrayna ordusunun kifayət qədər ardıcıl və ciddi hücumları olacaq. Yəni dron hücumlarını eləyəcəklər. Moskvaya? Vnukovo hava limanı artıq bağlanıb dron təhlükəsinə görə. Keçən aylarda Domodedovo hava limanını vurmuşdular bunlar. Yəni bu əgər ora gedib çıxırsa, Moskvanın ən azı hava hücumundan müdafiə sistemləri bunu tuta bilmirsə, hamısını tuta bilmirsə, deməli doğrudan da təhlükə var. O səbəbdən mən özüm bu prosesin gələcəkdə necə olacağını, mən çox, yəni yaxın günlərdə necə olacağını hələ sual altında baxıram. Və təbii ki, Zelenski bu məsələ ilə bağlı geri çəkilmir və üstəgəl elə bir məqam yaranıb ki, hazırda düzdür, ilk baxışda Trump deyib ki, danışıqlar prosesində mən geri çəkilirəm. Çox adam elə fikirləşir, geri çəkilmək Ukraynanı ortada tək qoymaqdır. Əksinə, bu geri çəkilmək Rusiyaya bir mesaj idi ki, mən indiyə kimi Ukraynanı kənarda saxlayıb sənlə məsələləri həll edim. Artıq mən çəkilirəm, get onunla danış. Axı Rusiya deyib, mən Zelenski ilə oturmayacağam. Zelenski ilə bir masa arxasına oturmayacağam, hər hansı danışıq olmayacaq. Bu da deyir, olmayacaqsa, onda artıq mən elə çıxıb söyləyəm. Artıq o Pentagonun rəsmilərinin də və Ağ Evin rəsmilərinin də bəziləri sızdırıblar ki, Amerika Birləşmiş Ştatları əgər Rusiya bu məsələlərdə Zelenski ilə danışığa gedib sülh prosesi, atəşkəs imzalanması prosesini sürətləndirməsələr, Amerika Birləşmiş Ştatları Ukraynanın dəstəklənməsi yolunu tutmağa məcbur qalacaq və bu nadir qazıntılarla bağlı müqavilələr imzalanandan sonra bu məsələ daha da aktivləşir. İndi bəziləri deyir ki, təhlükəsiz təminatı ortada yoxdur. O müqavilənin özü artıq təhlükəsiz təminatı kimi dəyərləndirmək də olar. Çünki orada söhbət 500 milyarddan gedirsə, əslində trilyonlardan gedir söhbət. Elə bir nadir qazıntılardan gedir ki, Amerikaya havası kimi lazımdır. Hansı ki, onları bu günləri Çindən almağa məcburdur. O səbəbdən mən hesab edirəm ki, bu ya onundan sonra
Putin Rusiya ilə bağlı ritorikasında, Ukrayna ilə bağlı ritorikasını dəyişib daha yumşaq şərtlərlə, tərəflərin hər ikisini boya digər mənada qane edən yumşaq şərtlərlə atəşkəsə gedəcək. Ya da mən deyim ki, Bidendən daha ciddi şəkildə Trump dəstəyini Ukraynaya verəcək. Mən elə düşünürəm. Deməli, Fəzali bəy, 9 mayda və ya 10 mayda fərqi yoxdur. Atəşkəslə bağlı razılığa gəlməyən Ukraynanın Rusiyada hər hansısa bir təxribat törədəcəyi real görsənirmi? Hər halda Elşən bəy də bir neçə misal çəkdi. Hava hücumundan müdafiə ilə bağlı müəyyən boşluqları Ukrayna artıq Rusiyada tapıb. Bu boşluqlardan istifadə edib daha gərgin bir atmosferi yarada bilərmi? Mən bunu qətiyyən istin eləmirəm. Nəzər salaq ki, bu ritorikada Ukraynanın rəsmilərindən belə bir açıqlama verildi ki, Moskva Ukraynanın legitim hədəfidir. Və bunun üçün də kifayət qədər onların söylədiyi kimi əsaslar var. Çünki Rusiya dayanmadan, durmadan Ukraynanın dinc əhalisini, mülki obyektləri, şəhərlərini yerlə bir etməkdədir. Və nəzər salaq ki, son vaxtlar Ukraynanın dron sənayesi kifayət qədər ciddi şəkildə inkişaf edir. Nəzər salaq ki, Ukraynanın bu gün əlində 1000 kilometr sınaqdan keçən raketi var. Özünün istehsal etdiyi raketdir. Və əvvəlki dövrlərdən fərqli olaraq Ukrayna bu gün hərbi sənaye kompleksini getdikcə daha ciddi şəkildə və sürətlə qurmaqdadır. Və Elşən bəyin də o fikirlərinə mən razıyam ki, Trumpın mövqeyində ciddi dəyişikliklər ola bilər. Bu artıq gözlənilir. Və belə bir olan vəziyyətdə demirəm, Qızıl meydana, paradın atıldığı yeri hər hansı bir dron gedə bilər. Bunu tam mən istinədə mümkün deyil. Bu Zelenskinin tamamilə ziyanlı işləyərdi, tamamilə. Ancaq Moskva ətrafına, Rusiyanın digər yerlərinə, hərbi obyektlərinə kütləvi hücumlar ola bilər. Və bu nədən, Rəhman bəy? Ukrayna üçün əhəmiyyətlidir. Bu, Ukrayna üçün ona görə əhəmiyyətlidir ki, Rusiya sənin Ukrayna torpaqlarını işğal etməklə heç vaxt və heç bir şəkildə, hətta bayram keçirdiyin bir zamanda, dünya liderlərini oraya yığdığın bir zaman kəsində də bağışlayan deyiləm. Bu həm də o deməkdir. Həm də düşünürəm ki, bu həm də dünya dövlətlərinin Rusiya qarşı təzyiqlərin atılmasına da müəyyən dərəcədə təsir göstərə bilər. Orada iştirak edən dövlət başçılarının da Rusiya olan münasibətini xeyli dərəcədə dəyişmək imkanı qazandıra bilər və bu hücumun baş tutmasına, baş verməsi mən faktorlar arasında gözləyirəm və bunu qəti şəkildə istəyirəm. Çox az vaxtımız var. Deməli, adamın heç ağlına gətirə bilmir parad günündə Rusiyaya, Moskvaya ediləcək hücumu, amma tutaq ki, belə bir şey baş versə, Rusiya artıq nüvə silahına keçə bilər? Dünən açıqlama verib ki... Yox dedi əslində. Əslində yox dedi. Nüvə silahından istifadə etmək asan bir şey deyil. Yəni, hətta taktiki nüvə silahından istifadə etmək hər dəqiqə... Rusiyanın məhv olar. Yəni, bu artıq sonun başlanğıcı deməkdir. Bəli, nüvə silahı bir təhdid vasitəsi kimi onun ritorikada istifadə olunur, amma düşünmürəm ki, çünki döyüş zonalarının onun atılması eyni zamanda bu tərəfdə işğal olunmuş ərazilərdə mövcud olan Rusiya hərbçilərinin özünün də ölməsi deməkdir. Onda atmalısan onu Qərbi Ukraynaya, onda da Polşa həmin o nüvə işğallanmasına məruz qalır. Artıq NATO'nun müharibəyə qarışması deməkdir. Yəni, asad deyil, taktik nüvə silahı. Mümkün olan bir şey deyil. Yəni, ağıl o qədər degradasiya olsun ki, bunu gedəsən. Təşəkkür edirəm. Çox sağ olun. Sizə də minnətdaram. Dəvətimizi qəbul etdiyinizə görə qeyd edim ki, studiyamızın qonaqları Ana Vətən Partiyasının sədri Fəzali Ağamalı, eyni zamanda siyasi şərhçi Elşən Mustafayev idi. Sizinlə sağollaşırıq. Sizsə hadisələrin gedişatı ilə bağlı ən son məlumatları ARB 24-dən öyrənməyə davam edin. Görüşərik.